Aysun İsmailova müğənni. Maraqlı açıqlama ilə doğrusu çox xoşuma gəldi. Əgər bir qadın ikinci dəfə sevirəm deyirsə, demək birinci ərində problem var. Aysun, az yaşın var, amma maşallah çox ağıllı fikirdir bu. Doğrudan da o birincidə var ki, deyirik də, belə deyirsən, deyirlər. Təbii ki, bu fikirləri öz şəxsi şəbəkəsində, yəni sosial şəbəkədə paylaşım edibdir. Təbii ki, onun fikirləri biraz qalmaqallıdır, bəzi fikirlər yaradıb. Əgər bir qadın ikinci dəfə sevirəm deyirsə, demək birinci kişidə problem var. Düşünürəm ki, kişilər bunu edəndə həyat, qadınlar edəndə isə xarakteri adlandırırsa, demək sizin tərəzinizdə problem var deyə Aysun İsmailova bildirib. Ay Aysun, o deyir balaca boyundan, az yaşından belə açıqlama verirsən, çox qəribə mənə gəldi. Əslində fikirlərində həqiqət var. Müğənni həmçinin kiməsə özünü sübut etmək məcburiyyətində olmadığını vurğulayıb. Özümü də kiməsə sübut etmək məcburiyyətində deyiləm. İnanır inansın, inanmır inanmasın. Biz belə hansısa bir hadisə olanda bütün günü düşünürük, kimlərsə inandırmağa çalışırıq. Vallahi elə deyildi. Billahi elə deyildi. Mən elə demək istəmirdim. Mən elə hərəkət etmək istəmirdim. Doğrudan da Aysun demiş ki, inanırlar inansınlar, inanmırlar dünəndən inansınlar. Mənim həyatımda özüm yaşayıram, özüm bilərəm. Təbii ki, insan düzdürsə, düz hərəkət edirsə, başqaları ona başa düşmürsə, təbii ki, biz neynəməliyik? Özümüzü öldürməliyik. Burada əlaqə nömrələr var. Humay Körpələrəvi Uşaq Bağçası. Aysun, elə sənin özün də bu bağçaya güvənə bilərsən. Ruhiyyə xanım çox gözəl bir bağçadır. Ruhiyyə xanım bu bağçaya rəhbərlik edir. Əlaqə nömrə burada göstərilib. Çox gözəl bağçadır. Hamı mehribandır, hamı şəndir, hamı istiqanlıdır, hamı can yanandır. Körpələrinizi məhz bu bağçaya etibar edə bilərsiniz.